Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte 9. sınıflar için din test topluluğunun dinleme 5'ine etraflı şekilde bakacağız. İlk növbədə dinləmə mətninin tərcüməsi ilə başlayaq. Səhra çox az yağış aldığı üçün çox quru olan torpaq sahəsidir. Səhra yer kürəsi ərazisinin 20%-ni örtür. Onlar demək olar ki, hər qitədə mövcuddur. Səhralarda bir neçə maraqlı bitki bitir. Səhra gülü Şimali Afrika səhralarında bitən gözəl və nadir bir bitkidir. Onun bir çox müxtəlif adları var, amma əsasən səhra gülü adlanır. Səhra gülünün çiçəkləri çəhrayı rəngdə olur. Səhra gülünün bəzi hissələri müxtəlif dəri xəstəliklərini, baş ağrısını və diş ağrısını müalicə etmək üçün istifadə olunur. Bəzi Afrika ölkələrində insanlar səhra gülündən dərman bitkisi kimi istifadə edirlər. Onlar bu bitkinin müxtəlif hissələrini, köklərini, çiçəklərini və yarpaqlarını qarışdırır və qarışıqlı xəstəliklərin müalicəsində istifadə edirlər. Amma Amerikalılar səhra gülünü evlərində bəzək kimi istifadə edirlər. Onlar inanırlar ki, bu bitki mənfi enerjini və pis fikirləri uzaqlaşdırır və əhval-ruhiyyəni yaxşılaşdırır. Birinci sualımızda mətnin nə haqqında olduğu soruşulur. Doğru cavabımız B variantı, sərada bitən qeyri-adi bitki. İkinci sualımızda doğru cavabların seçilməsi tələb olunur. Səhra gülünün bəzi hissələri nələr üçün istifadə olunur? Doğru cavabımız 1 və 3. Müxtəlif dəri problemlərini müalicə etmək üçün, baş və diş ağrılarını aradan qaldırmaq üçün. Üçüncü sualımızda verilmiş cümlənin ardını tamamlamaq tələb olunur. Səhra gülü bir çox müxtəlif adlarla tanınır, hansı ki bizə bu cümlədən məlumdur. Dördüncü testimizin birinci sualına diqqət yetirək. Səhralar yalnız Şimali Afrikada olur. Bu hissəyə diqqət yetirməliyik və 99% hallarda bu suallarımızın cavabları yanlış olur. Eyni zamanda burada da yanlışdır. Çünki bildirilir ki, demək olar ki, hər bir qitədə səhralar mövcuddur. İkinci sualımızda səhra gülü gözəl və nadir bir bitkidir. Buradan bizə bəlli idi. Bu sualımızın cavabı doğrudur. Səhra çoxlu miqdarda yağış alır. Bu isə yanlışdır, çünki az miqdarda yağış aldığı qeyd olunur. Səhralarda bir neçə maraqlı bitki bitir. Bu isə doğrudur. Buradan bizə bəlli idi. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, həmçinin kanala abunə olaraqdan şərh yazmağı unutmayın. Dərslərimizlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.